Qədir gecəsinə yaxınlaşırıq. Məndən sizə kiçik qardaşınız kimi tövsiyə, heç zamanda peşman olmazsınız bunu eləsiniz. Heç zaman. Allah qapısına bilirsiniz necə gedin Qədir gecəsində. İndiyəcən heç bir yaxşı işiniz olmasaydı, heç bir, hansı halla gedərdiniz o halla gedin. Sizdən dönə-dönə xahiş edirəm. Deməyin 18 gün oruç tutmuşam, deməyin. Oruca söykənib getməyin, namaza söykənib getməyin, heç nəyə söykənib getməyin. Bir ən günahkar adamdır, üzr istəyirəm, şərab içən, qumar oynayan, üzr istəyirəm bu sözlərə görə. Belə bir adamdır, Qədir gecəsi gəlib hidayət olub bir saat qabaq. Necə halla gedərdisə Allahın qapısına, sən namaz qılan, oruç tutan o halla get Qədir gecəsində Allahın qapısına. Heç bir əməli böyük sayma. Mənim namazım belə, mənim orucum belə, mən filan qədər dinə pul xərcləmişəm, mən filan işi görmüşəm, heç nə, heç nə. O günahkar adamın heç nəyi yoxdur, səsi necə qırılır Allahın huzurunda. Biz də gələk belə. 19, 21, 23-cü gecələri belə gedir Allahın qapısında. Qırıq səslə, istinad eləməyə heç nəyimiz olmaz. Yoxsa biz deyirik, yox, bir namazlarım da var, oruclarım da var, ama bağışla da mən, elə yox. Deyin, heç nəyim yoxdur. Əl əleyhissalam deyir. Əl əleyhissalam deyir. İrhəm mən rə'su malihir rəca. Gör, nə gözəl duadır bu. Deyir ki, rəhm elə o kəsə ki, sahib olduğu şeyin ən əsası ümididir. Cihadı yox, namazı yox, ibadəti yox, ümidi. Ancaq ümidim var, heç nəyim yoxdur. Ümidim var. Bu bir, itayətini kiçik sayır. Aşıqın birinci, yəni ən aşağı dərəcəsinin 3 xüsusiyyətindən biridir. İkinci nədir? İkinci budur ki, günahlarını böyük sayır. Günahlarını böyük sayır. Psixologlardan bəzi deyir ki, gəldi bir deyir ki, mən falan pis işlər görmüşəm, vicdan əzabı çəkdim. Deyir ki, unut getsin, yadva salma, səni əziyyət verəcək bu. Bundan azad ol. Allah olmasa düz deyir psixolog. Əgər Allah yoxdursa, bütün pis işləri gərək yaddan çıxardın, çünki xarab eləcək istən səni. Amma pis işləri böyüdəsən, gedəsən Allaha deyəsən ki, bağışlamasan, bədbəxt olacam, Allah xüsusi qarşılayır və aram eləyir səni. Bəli, Allahın huzurunda deyir, Allah bir bəndəsinə xeyir istəsə, günahını gözündə böyüdər. Niçin? Çünki günah gözündə böyüyəndə peşmançılıq hissi ilə gedir, Allah da gözəl qarşılayır. Bu his səbəb olur ki, rəhmət sənin halva daha çox şamil olsun. Ona görə deyir ki, günahlarını böyüdər. Üçüncü xüsusiyyət nədir? Bu mövzumuza birbaşa aiddir. Mövzumuz imanın güclənməsi yolunda maniyələrdən biri olan asıllıqdır və müstəqil şəxsiyyət olmaq imanın güclənməsinin əsas səbəbi kimi. Və huvə yəzunnu ən leysə fid-dareyni məxuzən qeyruh. Deyir, o elə zənn edir ki, iki dünyada ondan başqa Allah heç kimi hesaba çəkməyəcək. Sanki ancaq mənəm, başqaları ilə işi yoxdur. Heç kəsə hesaba çəkməyəcək. Ancaq mənəm, şəxsən. İşim mənimlədir ancaq. Ramazan ayıdır, oruc bir nəfər də tutmasa, bu orucunu tutur. İnsanam mən. Əli əleyhissalamın gözəl bir hədisi var. Deyir, haqq yolunda olanların azlığı səni o yola getməkdən rəğbət və təsir eləməsin. Yəni, soyutmasın səni. Bax, son görsən, haqq yolda gedənlərin sayı azdır, o yolda getməyə soyutma özü. O yolda get, inamla get. Tək də qalsın. Güclü adamlar belədir. Bunlar dünən dediyim təkliş adamlardır. Təkliş adamlar. Güclü imana sahib olan adamlar. Elə bir ki, Allahın səndən başqa işi gücü yoxdur. Azan sənin azanındır. Bakın şəhərinin azanı yox. Bu azan mənə görə verilir, filan kəsə görə. Qiyamətdə belə görəcək. Mənə görə azan verildi.
Mənə görə filan hadisə baş verir. Bu Ramazan ayı mənim Ramazan ayımdır, mənim üçün gəlib, şəxsən mənim üçün. Və tək mənim üzərimdədir hər şey. Baş qəhrəmanı mənəm bu yaradılış filminin. Hamı da belə düşünə bilər. Epizodik rolda heç kəs yoxdur. Hamı öz həyat əsərinin baş qəhrəmanıdır. Və Allahın nəzərində təkcə odur. Başqaları yoxdur. Başqa heç kəs yoxdur. Alverlə məşğuldur cəmaat özü bilər. Heç elə bil onlardan soruşmayacaqlar. Azam verildi, ətrafdakı dükanlar işləyir özü üçün, laf dindardır. Sən ona baxma, elə bil ki, ondan heç sən soruşmayacaq. Allah azad buraxıb bir dənə səni hesaba çəkəcək. Əleyhissalam belə deyir. Deyir, aşiqin ən aşağı dərəcəsi budur. Elə bilir ki, məndən başqa Allah heç kəsi hesaba çəkməyəcək. Bunu deyəndə fəğəşə aləl-ərabi, yıxıldı yerə ərəb, bədəvi ərəb. Getdi özündən. Deyir, su verdilər, üzünə su səpdilər, özünə gətirdilər. Dedi, həl dərəcətun əla minha. Deyir, bundan da uca dərəcəsi var aşiqlərin. Cavab nə olsa yaxşıdır. Həzrət Əlinin cavabı nə olsa yaxşıdır. Deyir, nəəm, 70 dərəcə. 70 dərəcə var hələ bundan sonra. Baş ağrısıdır. Görürsən, nə qədər getmək istəyirsən, gedirsən. Mən də Ramazan ayında ilk növbədə özümü və məni dinləyənləri ora dəvət eləmək istəyirəm. Bu Ramazan ayı istisna olsun bizim üçün. 70 dərəcə var ondan da yuxarı. Əsas xüsusiyyətlərindən biri budur ki, ən aşağı xüsusiyyətlərindən biri. Bakı şəhərində məndən başqa Allahın bəndəsi yoxdur. Bakı şəhərində yoxdur, planetdə yoxdur, dünyada yoxdur. Mənlə məşğulda ancaq. Neçə nəfər belə adam var? Başağını dedik, alanları da həmmama dedi ki, o yıxıldı, öldü. Sonraki məqamları həmmama dedi. Həmmam gəldi, soruşdu Həzrət Əlidən. Pandemiyadan qabaq qaldı, yarımçıq inşallah qismət olsa, onu saxlamışıq. Haçan məscidlər açılsa, onun da davam eləyərik. Orada uca dərəcələrindən danışır. Heç kimdən asılı olmamalısan fikri baxımdan ki, inkişaf eləyəsin. Heç kimdən asılı olmamalısan. Bir dənə şey deyim, istisna. İstisna yox, yəni bu qaydada istisna yoxdur. Amma ağlın hökmü ilə kiməsə itaət o başqa şeydir. Adam ağlının hökmü ilə kiməsə itaət edir, o başqa şeydir. O başqa şeydir. Ağlın hökmü ilə kiməsə itaət etmək fikir asıllıq deyil. Əksinə, ağlın tələbidir. Əti'ullah və əti'ur rəsul və ulil əmri minkum. Allaha, Peyğəmbərə, əmr sahiblərinə itaət edin. Bu ayrıca mövzudur, bu ağlın tələbidir. Bu bilirsiniz nədir? Elə bil ağla itaət eləməkdir. Ağla itaət eləmək də zəlillik, asıllıq deyil, əksinə azadlıqdır. O ayrı mövzudur. O ayrı mövzudur. Amma cəmaatın fikirlərinə, qərarlarına uyğun addım atasan, gələk sən heç